Salam uşaqlar. Biz müstəvi güzgülərlə bağlı danışmışdıq. Bugünkü mövzumuz olacaq sferik güzgülər. Sferik güzgülər nədir? Deməli, sferik güzgülər demək kürələrdən yaranır. Məsəl üçün deyək ki, bir kürə şəklində metalımız var. Həmin metalın həm xaricini, kənar hissəsini, həm də daxilini belə deyim də şəffaflaşdıra bilərik və onun nəticəsində onu güzgü halına gətirə bilərik. Yəni işıq şüalarını əks etdirən bir vəziyyətə gətirə bilərik. Əgər biz onun kənar hissəsini, bax bu hissəsini bir dəqiqə. Bax bu hissəsini, kənar hissəsini şəffaf hala gətirsək, burada bir güzgü əmələ gələcək. Daxil içəri hissəsini isə şəffaflaşdırmış olsaq, başqa bir demək güzgü yaranmış olacaq. Həmin bu güzgü, bax bu birinci hissə ki, bu, bir də bu ikinci hissə. Bax burada yaranan güzgülər iki cür adlandırılacaq. Bunlardan biri deməli bu çökük sferik güzgü olacaq. Sferik güzgü. Bu isə qabarıq sferik güzgü olacaq. Sferik güzgü. İndi sferik güzgüyə tərif verək. Sferik segment formasında olan, yəni bax burada göstərdiyim birinci və ikinci şəkil, sferik segment formasında olan və işığı güzgü kimi əks etdirən cismin səthi sferik güzgü adlanır. Və sferik güzgündə dediyimiz kimi iki növü var. Sferik güzgünün iki növü var. Qabarıq sferik güzgü və çökük sferik güzgü. Qabarıq sferik güzgüdə deməli xarici səthi, çöl hissəsi belə deyək, parladılır, yəni parlaq hala gətirilir. Amma çökük sferik güzgüdə isə daxili hissəni parlaq şəklə gətiririk, parlaq hala gətiririk və işıq şüalarını əks etdirsin, qaytarsın. Çökük sferik güzgü işıq şüalarını sferik segmentin daxili səthindən, qabarıq sferik güzgü daxili səthdən qaytaracaq işıq şüalarını. Amma çökük sferik güzgü, bu qabarıq sferik güzgünün kənar hissəsini belə göstərirəm. Yəni işıq şüaları buradan qayıdacaq. Yəni bir dənə baş optik çəkək, elə belə çəkək. Növbəti hissədə biz daha geniş danışacağıq. Bax, qabarıq sferik güzgü işıq dəstələrini, bununla bir dənə radius göstərsək, əyri radiusunu göstərsək, işıq şüalarını daxili səthdən qaytaracaq bu şəkildə. Amma çökük sferik güzgü isə işıq dəstələrini, bir dəqiqə üzr istəyirəm uşaqlar, yerlərini dəyişik yazmayın. Deməli, bir dəqiqə. Qabarıq sferik güzgü buydu. Qabarıq sferik güzgü işıq dəstələrini sferik segmentin xarici səthindən qaytaracaq. Baş optik oxu çəkirik, işıq dəstələri budur. Qaytarır. Bu şəkildə üzərinə düşən işıq şüalarını qaytarır. Amma çökük sferik güzgü isə, bunun kənarını belə işləyəcəm, daxildən qaytaracaq işıq şüalarını. Daxili səthdən qaytaracaq. Bunlardır. Sferik güzgünü xarakterizə edən kəmiyyətlərdən biri onun optik mərkəzidir. Baxın, optik mərkəz. Deməli, burada qabarıq sferik güzgüdə, birinci qabarıq sferik güzgüdə göstərəcəm. Qabarıq sferik güzgüdə buradadır. Təxminən buranı götürək. Amma çökük sferik güzgüdə isə deməli optik mərkəz burada yerləşir. Sferik segmentin kəsildiyi sferanın mərkəzi sferik güzgünün optik mərkəzi adlanır. Sonra segmentin təpə nöqtəsi isə qütb nöqtəsi adlanır. Bax, bu nöqtələrə qütb nöqtəsi deyirik. Optik mərkəzlə təpə nöqtə arasında, deməli optik mərkəzlə təpə nöqtəsi arasındakı məsafəyə də deyirlər radius. Buradan bura qədər məsafəyə deyirlər radius, əyrilik radiusu. Və R hərfi ilə işarə olunur. Buradan bura qədər məsafə əyrilik radiusu adlanacaq. Necə linzalarda demişdik ki, optik mərkəzdən keçən, sferik güzgünün optik mərkəzindən keçən
eyni zamanda qütbündən, qütb nöqtəsindən, burada qütb nöqtəsi də var, onu da əlavə edirik. Qütbdən və mərkəzdən keçən düz xəttə baş optik ox deyirlər. Ümumiyyətlə optik mərkəzdən keçən ixtiyari xətt isə, ixtiyari düz xətt isə sferik üzgün optik ox adlanır. Sferik üzgün optik ox adlanır. Məsəl üçün, bax, ixtiyari bu düz xətt mərkəzdən keçir. Bunları adlandırırıq optik ox. Amma həm mərkəzdən, həm qütb nöqtəsindən keçən xəttə deyirik baş optik ox. Üzərindən bir daha gedirəm. Bu baş optik oxdur. Burada da həmçinin bu baş optik oxdur. Belə. Mən bir dənə çökük sferik güzgü çəkmişəm və həmin sferik güzgünün üzərinə paralel düşən şüalar güzgüdə qayıdır. Qayıtdıqdan sonra baş optik oxu kəsdiyi nöqtəyə fokus nöqtəsi deyirlər və F hərfi ilə işarə olunur. İndi baxın, mən bu şüanın qayıtmasını göstərəcəm sizə. Birinci növbədə biz bilirik ki, qayıdan şüanı çəkmək üçün mütləq perpendikulyar çəkirik. Baxın, perpendikulyar çəkəndə həmişə sizə rahat olsun deyə mərkəzə bir dənə belə bir xətt çəkə bilərsiniz. Bu perpendikulyar, bunu qəbul edirsiniz və sonraki şüalar qayıdan şüalar göstərə bilərsiniz. Düşdüyü bucaqda da qayıtmalıdır. Və qayıdandan sonra baş optik oxu düşdüyü bucaqda qayıtmalıdır. Deməli, qayıdandan sonra baş optik oxu hansı nöqtədə kəsəcəksə, həmin nöqtəyə fokus nöqtəsi deyirlər. Deməli, baş optik oxu paralel gedən şüalar güzgüdə qayıtdıqdan sonra F nöqtəsinə keçir. F nöqtəsi biraz mən O nöqtəsini kənara çəkim. O nöqtəsi burada olacaq. Mərkəz buradadır. Deməli, bax, bu şüaların gəlib baş optik oxu kəsdiyi nöqtə fokus nöqtəsidir. Bu şəkildə qayıdır şüalar. Eynən biz bunu, demək, qabarıq sferik güzgü üçün çəkə bilərik. Bu çökük sferik güzgü üçün idi. Burada isə, deməli, qabarıq sferik güzgüdə işıq şüaları düşür. Düşdükdən sonra qayıdır. Qayıtdıqdan sonra isə şüaların özləri deyil, uzantılarının kəsişdiyi nöqtəyə yenə də deyirik fokus nöqtəsi. Fokus məsafəsi əyrilik radiusunun yarısına bərabərdir. Fokus məsafəsi yenə də F hərfi ilə işarə olunur. Beynəlxalq simdə vahidi 1 metrdir. Fokus məsafəsi əyrilik radiusunun yarısına bərabərdir. Yəni R bölü 2. Buradan bura qədər məsafəni R qəbul eləsək, eyni zamanda buradan bura qədər məsafə R-dirsə, əyrilik radiusu da, demək, fokus məsafəsi əyrilik radiusunun yarısına bərabər olacaq. Ümumiyyətlə, praktikada ən çox sferik güzgülər, çökük sferik güzgülər istifadə olunur. Bax, çökük sferik güzgülər. Çökük sferik güzgülərdən istifadə olunur. Bu güzgülər paralel şüalar almaq və ya şüalar toplamaq məqsədilə istifadə olunur. Çökük güzgüdə paralel şüalar almaq üçün lampa fokusda yerləşir, onun fokusunda yerləşir. Lampanın telindən çıxan işıq reflektor, yəni reflektor sözün mənası qaytarıcı deməkdir. Bu mənada işlədilir. Çünki həmin lampanın telindən çıxan işıq reflektor adlandırılan çökük güzgüdən onun baş optik oxuna paralel olaraq qayıdır. Güzgünün, yəni bu xassəsindən istifadə olunur ən çox avtomobilin faralarında, cif fənərlərində, mayaklarda, projektorlarda istifadə olunur. Bəzən isə həm paralel şüalar toplamaq lazım gəlir. Bunun üçün güzgüyə paralel düşən şüalar onun fokusunda toplanır. Bilirik ki, bayaq göstərdiyi paralel düşən şüalar fokusda toplanır. Çökük güzgünün də bu xassəsindən teleskop reflektorda istifadə olunur. Teleskop bilirsiniz ki, uzaqda olan göy cisimlərini, səma cisimlərini, yəni ulduzları, planetləri, asteroidləri müşahidə etmək üçün istifadə olunan cihazdır. Demək, sferik güzgüdə xəyalı quraq. Bunun ən rahat, ümumiyyətlə, sferik güzgüdə xəyalı qurarkən ən rahat yolla belə yadda saxlaya bilərsiniz ki,
Birinci çökük güzgü toplayıcı linza qanunlarına tabe olacaq. Qabarıq güzgü də deməli səpici linza qanunlarına tabe olacaq. Belə deyək də, çökük qabarıq linza, qabarıq güzgü çökük linza qanunlarına tabe olacaq. İndi isə deməli gəlin güzgüdə xəyalı qurmaq üçün olan şüaların yollarını çəkək. Birinci, yenə də baş optik oxa paralel düşən şüa. Birincini çəkək. Baxın, birinci şüa yenə baş optik oxa paralel düşdü. Bu şüa birinci şüa paralel düşdü və güzgüdən qayıdıb F-dən keçdi. Düşdü və qayıtdı. Yəni bunlar lazım deyil, bunları göstərməyim. Şəkil qarışacaq. Sonra deməli ikinci şuanı çəkirik. İkinci şua F-dən keçir. F nöqtəsindən keçir. F-dən keçən şua paralel gedəcək. Baş optik oxa paralel. Belə. Bayaq dedik ki, bayaqki şuada necə idi? Paralel düşdü, baş optik oxa paralel düşdü və sonra F-dən keçdi. Amma indiki şuada deyirik ki, baş optik oxa daha doğrusu F-dən keçir və baş optik oxa paralel gedir. Biri digərinin tərsi kimi. Deməli, şuanın yollarını göstərirəm. Belə. Bu şəkildə. Sonra yenə qütb nöqtəsində qeyd edək. T qütb nöqtəsidir. Üçüncü şuanı da çəkirik. Üçüncü şua qütb nöqtəsinə düşür. Qütb nöqtəsinə düşür və simmetrik qayıdır. İndi baxın, qütb nöqtəsinə düşəcək. Bax, qütb nöqtəsi. Buranı da götürək F nöqtəsi. Buranı da götürək. Hardasa bura O nöqtəsi. Gəlin şuanı yönəldək. Qütb nöqtəsinə düşür və simmetrik olaraq qayıdır. Bu belə. Oxlarını da qoyaq. Düşdü və qayıtdı. Bu üçüncü şuanın yolu. Dördüncü şuamız isə optik mərkəzə düşür və onun üzərindən də geri qayıdacaq. Baxın, deməli üçüncü şuamız optik mərkəz. Optik mərkəzi biraz buradan götürək. Optik mərkəzə düşür və düşdüyü kimi geri qayıdacaq. Bu şəkildə düşdüyü kimi də geri qayıdacaq. Bu da bizim optik mərkəzimiz, bu da qütb nöqtəmiz. Yəni bax, bu çökük sferik güzgüdə şuaların yollarıdır. İndi gəlin həmin şualardan ibarət, yəni şualardan istifadə edib cisimlərin xəyalını quraq. Bir dənə yenə də güzgü götürürük. Çökük sferik güzgü. Deməli, bir dənə bizim çökük sferik güzgümüz var. Həmin çökük sferik güzgünün qarşısına bir cisim qoyuruq. A, B cisim olsun. Bu cismin üzərinə şualar göndəririk və cismin xəyalını qururuq. Birinci şuanı göndərirəm. Birinci şua dedik ki, paralel gedir. Sonra qayıdandan sonra F-dən keçir. Bu birinci. İkinci şuamız, oxları da qoyaq. İkinci şuamız, demək, ikinci şuanı F-dən keçirək. F-dən keçirək. F-dən keçən şuamız necə olmalıydı? Paralel getməliydi. Paralel getməliydi. Baş optik oxa. Biraz bizdə əyildi. Aha, bu şəkildə. Sonra üçüncü şuamız, bunu da yolunu göstərək. İkinci şuanı göstərək. İkinci şuanın yolu da budur. Üçüncü şuamız optik mərkəz, üçüncü şuamız qütb nöqtəsinə düşəcək. Qütb nöqtəsinə düşür, simmetrik qayıdacaq. Simmetrik qayıdacaq. Bu şəkildə. Dördüncü şuamız isə optik mərkəzə
düşür və düşdüyü kimi də geri qayıdacaq. Düşdüyü istiqamətdə geri qayıdacaq. Belə. Şüaların yollarında qeyd edeyim. Qütbə düşən şüanı belə göstərirəm. Düşdü və qayıtdı. Qayıdan şüalardır. Bunların şüalarının oxlarını göstərdim ki, çaşmayaq. Deməli belə, düşdü və qayıtdı. Bu şüalar kəsişdi bu nöqtədə. Bu kəsişdiyi yerdə cismin xəyalı alınacaq. Baxın, cismin xəyalı alınacaq. Və həmin bu AB cismin burada xəyalı alındı. Yəni bu AB cismi bir daha göstərim, burada vurğulayın. AB cismi, bu da onun xəyalı. A ştrix, B ştrix yazaqmalı. A ştrix, B ştrix. Gəlin baxaq, görək sferik, çökük sferik güzgüdə cismin xəyalı necə alındı? Şüaları nömrələsəm məncə daha aydın olar. Gəlin bir dənə nömrələyək. Bax, bu birinci şuanın qaydanı 1, 1 ştrix. İkinci şua hardan getmişdi? F-dən keçmişdi. İkinci şuamız budur. Bu da onun qaydanı 2 ştrix. Budur. Üçüncü şuamız hara getmişdi? Üçüncü şua buydu. Və o da onun qaydanı 3 ştrix. Bu. Dördüncü şuamız isə buydu. Bu da onun qaydanı. Bu şəkildə. Yəni şualar müxtəlif rənglərlə göstərmək olardı. Ancaq belə göstərdim. İndi gəlin görək cismin xəyalı necə alınır. Baxın, mən deyim və siz öz beyninizi analiz edirsiniz. Ondan sonra mənim dediyimə qulaq asarsınız. Deməli, cismin xəyalı bu zaman, yəni çökük sferik güzgüdə xəyal. Şualar özləri kəsişdi. Bəli, deməli, həqiqidir. Həqiqi. Sonra tərsinə çevrilmişdi. Ona görə çevrilmiş və necə? Kiçildilmiş xəyal alındı. Biz bunu harda belə xəyal almışdıq? Yadınızdadsa, bu çökük sferik güzgü, biz qabarıq linzada belə bir xəyal almışdıq. Yadınıza gəlirsə, cismi yerləşdirmişdik 2 qat fokusdan arxada. Bizdə O nöqtəsi, F fokus nöqtəsidirsə, F fokus nöqtəsidirsə və fokus nöqtəsi də əyrilik radiusunun yarısıdırsa, onda O nöqtəmiz, yəni qütb nöqtədən O-ya qədər məsafə, bu olacaq 2F. Biz O-ya 2F deyə bilərik. O-ya qabarıq linzadakı 2F deyə bilərik. Bu şəkildə cisimlərin xəyalını alırıq. Yəni, cisim yerləşəndə 2F-dən arxada, onun xəyalı necə alınmışdı qabarıq linzada? Həqiqi çevrilmiş, kiçildilmiş. Burada da həmin formada alınır. Ya onda bura yazılan Q kiçikdir 1-dən. Bu şəkildə digərlərində xəyalını qurmaq olar. İndi isə ayrı, yəni vəziyyətlər üçün çökük sferik güzgüdə xəyal quraq. Deməli, bura yazaq çökük sferik güzgü. İndi bir neçə hal araşdıraq. Birinci halda cismimiz yerləşdən elə 2F-dən arxada. Cisim yerləşir O-dan arxada və yaxud da 2F-dən arxada. Gəlin xəyalı qurmaq üçün 2 dənə şua kifayət edir. Yəni, bayaqki kimi 4 dənə şuanı çəkməyə ehtiyac yoxdur. Deməli, paralel gedən şua hardan keçməli idi? F-dən keçməli idi. Gəlin bunu qarayın. Deməli, F-dən keçəcək. İkinci şuanı gəlin götürək qütbdən keçən şua. Qütbə düşən. İkinci şuamız qütbdən. Dəqiqə. Düşdüyü kimi də, düşdüyü bu cavabda da necə qayıdacaq? Göründüyü kimi cismin xəyalı harda alındı? Qaydan. Cismin xəyalı bax bu nöqtədə alındı. Və cismin xəyalı tərsinə çevrilmiş, həqiqi kiçildilmiş alındı. Yəni, birinci halı qeyd edək bu şəkildə. Birinci hal. Cisim yerləşdi harda? D. Cisim məsafəsi D idi. D böyükdür 2R-dən. Bu zaman xəyal deməli, R-lə 2F arasında yerləşdi. Deməli, xəyal alınacaq. F-dən, F kiçikdir bundan. R də F-dən böyükdür. Yəni, bu halda, bu vəziyyətdə alınacaq.
və cismin xəyalı həqiqi kiçildilmiş və tərsinə çevrilmiş alınacaq. Deməli, buradakı xəyal haqqında yazaq. Deməli, həqiqi kiçildilmiş, bayaq yazılmışdı. Çevrilmiş, kiçildilmiş, çevrilmiş, kiçildilmiş. Sonra cisim ikinci halda, cisim sonsuzluqda yerləşir. Sonsuzluqda yerləşən cismin xəyalı linzalarda olduğu kimi, qabarıq linzalarda olduğu kimi güzgünün fokusunda toplanacaq. Burada güzgünün fokusunda F də bərabər F olacaq. Yəni sonsuzluqdan düşən şüalar paralel qəbul olunur və qayıdan şüalar güzgünün fokusunda toplanır. Üçüncü hal araşdıraq. Üçüncü halda deyək ki, D böyükdür R-dən. D böyükdür. Bu dəfə R-dən. Şimdi gəlin baxaq. Böyle güzgücə. Bir dənə baş optik ox. Cismi yerləşdirəcəm bu dəfə. Cismi yerləşdirəcək bu dəfə. Burada bir dəqiqə D böyüdür 2 yox, başlayalım. R. Yəni çünki biz cismi yerləşdirmişdik əyrilik radiusuna. Mən onu kef demişdim. Kef kimi nəzərdə tutub yazmışam. Onda gəlin indi üçüncü halda cismi yerləşdirək. Kefdə, yəni R-də. R-də yerləşdirək. Gəlin cismi gətirək, düz tən mərkəzə qoyaq. Bu bizim cismimiz. Bu cismin üzərinə işıq şüası düşsün. Bu şəkildə. Güzgün üzərinə düşdü. Ondan sonra hardan keçəcək? F-dən keçir. Növbəti şüamız qütbə düşür. Və qütbdən də simetrik şəkildə qayıdır. Simetrik olaraq qayıdır. Biraz diqqətli olaq. Xəta olmasın. Deməli, bu tərəfə. Deməli, O-da yerləşəndə cismin xəyalı elə O-da da alınacaq. Yəni biz bunu yenə də deyirəm, qabarıq linzalarda belə bir halına rastlaşmışdıq. Qabarıq linzada cisim buradakı R rolunu orada kef oynayırdı. Kefdə yerləşəndə elə xəyalda kefdə alınmışdı. Burada da R-də yerləşəndə cisim elə R-də də alınacaq. A', B'. Deməli, xəyal məsafəsi də R-ə bərabər olacaq. Yenə də həqiqi çevrilmiş və deməli özü boyda xəyal alınır. Cismin özü boyda xəyal alınır. Deməli özü boyda alınırsa xətti böyütməni vahidə bərabər götürürük. Burada kiçildilmişsə xətti böyütmə kiçikdir 1 yazılır. Və buradan göründüyü kimi birinci şəkildə cism kefdən O-dan arxadadır. Mən kef deyirəm, hər dəfə buna R-dən arxadadır. Cisim A, B cismi. Onun xəyalı, yəni A', B' yerləşdi mərkəz ilə fokus nöqtə arasında. Sonra cismi sonsuz uzaqda olanda F-də alınmışdı. İkinci halda cismi biraz güzgüyə yaxınlaşdırdıq. Güzgüyə yaxınlaşan zaman onun xəyalı güzgüdən uzaqlaşdı və özü boyda alındı. İndi isə cismi O ilə F arasına gətiririk. Biraz daha yaxınlaşdırırıq. Əyrilik mərkəzi ilə, deməli əyrilik mərkəzi ilə fokus nöqtəsi arasına yerləşdiririk. Bu zaman xəyal necə alınacaq? Deməli bu dördüncü hal idi. Demək ki, dördüncü halda R böyükdür D-dən, D də böyükdür F-dən. Həqiqətən də cisim məsafəsi F-dən böyükdür, R-dən isə kiçikdir. Bu zaman xəyal harda alınacaq? Gəlin şüalar. İndi isə baxın, demək ki, paralel düşən şüa F-dən keçdi, şüa düşdü, F-dən keçdi güzgün üzərinə. Ondan sonra ikinci şüamız qütb nöqtəsi, yəni T qütb nöqtəsinə düşdü və simetrik olaraq qayıtdı. Şüaların keçdiyi yerdə xəyal alınacaq. İndi isə cismi adlandıraq. Məsəl üçün, bu A, bu da B. AB cismin xəyalı alınır. A', B'. Görürsünüz, cismin xəyalı harda alındı? Xəyal məsafəsi oldu R-dən böyük. Radiusdan, əyrilik radiusundan TO məsafəsindən böyük oldu. Demək, xəyal haqqında danışaq. Bu cisim idi, bu da onun xəyalıdır. A', B' xəyaldır. Cismin xəyalı necə alındı? Xəyal
alındı necə? Həqiqi, yenə həqiqi çevrilmiş və böyüdülmüş. Bu da bənzər toplayıcı linzada cismin deməli iki F-lə F arasında yerləşdiyi hala. 5-ci halı araşdıraq, 5-ci hal. İndi isə cismi yerləşdiririk. D bərabərdir F-də. Deməli, cisim yerləşir F-də. F-də yerləşəndə gəlin görək xəyal necə alınır, baxaq. Paralel gedən şüa yenə F-dən keçməlidir. İkinci şüa simetrik olaraq qütb nöqtəsinə düşür və düşdüyü kimi simetrik şəkildə də qayıdır. Baxın, göründüyü kimi şüalar burada kəsişmədi. Şüalar kəsişmirsə, deməli deyirik ki, xəyal alınmır, xəyal sonsuzluqdadır. Yəni F bu şəkildə olacaq. 6-cı hal araşdıraq. 6-cı halda cismi biraz da güzgəyə yaxınlaşdıracağıq. Yəni indi cismi yerləşdirdik güzgünün fokus nöqtəsi ilə qütb nöqtəsi arasında. Qütb nöqtəsi ilə fokus nöqtəsi arasında, yəni D kiçikdir F məsafədə. İndi gəlin görək xəyal necə. Görürsünüz, şüaların yollarını çəkmişəm, istiqamətləri qoyacağım. Yenə də baş optikal paralel düşdü, qayıtdı F-dən keçdi. İkinci şüa qütb nöqtəsinə düşdü, düşdüyü kimi də qayıtdı. Görürsünüz, şüalar kəsişmədi. Bu şüaların uzantılarını kəsişdiririk. Şüaların uzantılarının kəsişməsi güzgünün arxasında alınır. Deməli, onda cismin xəyalı güzgünün arxasında düzünə böyüdülmüş alınacaq. Bu cisim, bu isə onun xəyalı. Deməli, cismin xəyalı harada alındı? Özündən arxada, güzgünün arxasında düzünə və mövhuna xəyal alındı. Deməli, indi isə qabarıq sferik güzgüdə şüaların yollarını çəkəcəm. Deməli, birinci şüamız baş optik oxu paralel getdi. Gördüyünüz kimi bu birinci paralel getdi. Güzgüdən qayıtdı. Qayıtdıqdan sonra qayıdan şüanın uzantısı F-dən keçir. Uzantısı F-dən keçir. Bir dəqiqə burada şüanın yolunu düzgün çəkək. Bu belə. İşıq şüası bu şəkildə qayıdır. Yəni belə. Və uzantısı gəlir hardan keçir? F-dən keçir. İkinci şüamız isə deməli uzantısı fokus nöqtəsindən keçən şüamız eyni buna oxşardır da. Yəni uzantısı fokus nöqtəsindən keçən şüamız baxın deməli bu bir dənə şüanı yönləndiririk bu şəkildə. Həmin bu şüanın uzantısı F-dən keçən şüamız güzgüdən deməli qayıdır baş optik oxa paralel. Baş optik oxa paralel qayıdacaq. Yəni bu şəkildə. Baş optik oxa paralel qayıtdı. Yəni bu formada qütb nöqtələrini də qeyd eləyək. Bu qütb nöqtəsidir. Bu fokus nöqtəsidir. Yenə də qütb nöqtəsi və fokus nöqtəsi. Şüa düşdü, qayıtdı. Uzantısı F-ə bayaqki kimi, yəni paralel gedən uzantısı F-dən keçir. İndi uzantısı F-dən keçənsə paralel qayıdır. Üçüncü şüamız bu 1, bu 2. Üçüncü şüamız qabarıq sferik güzgünün üzərinə düşür. Qütb nöqtəsinə. Qütb nöqtəsinə düşən şüa yenə də çökük sferik güzgüdə olduğu kimi simetrik qayıdır. Yəni bu şəkildə olacaq. Qütb nöqtəsini qeyd edirəm. Düşən şüa, bu da qayıdan şüa. Bu üçüncü şüamız idi. Yəni bu bucaqlar bərabər olmalıdır. Dördüncü şüamız isə deməli qabarıq sferik güzgünün üzərinə qabarıq güzgüyə optik mərkəzdən düşən şüamız olacaq. Optik mərkəzdən düşən şüa
elə düşdüyü istiqamətdə şüa boyunca, yəni geri qayıdacaq. Öz üzərindən, yəni geri qayıdacaq. Göründüyü kimi, bax, işıq şüası düşdü, uzantısı gəlir F-dən keçən bu şüamız düşdüyü istiqamətdə də geri qayıdacaq. Bax, bu da bizim deməli qabarıq sferik güzgülərdəki demək şüaların yolları idi. İndi bir dənə də xəyal quraq qabarıq sferik güzgüdə. Qabarıq sferik güzgü deməli güzgüdə xəyal necə ki çökük linzada olduğu kimidir. Cismin harda yerləşməsinə asılı olmayaraq, qabarıq güzgüdən, yəni cismin olduğu məsafədən asılı olmayaraq, həmişə xəyal güzgünün arxasında mövhumi təpə nöqtəsi ilə fokus nöqtəsi arasında düzünə və kiçildilmiş alınacaq. Baxın, deməli AB cisminin üzərinə işıq şüaları baş optik oxa paralel düşdü. AB cismindən, daha doğrusu biz deyirik ki, AB cisminin deməli bu qabarıq sferik güzgüdə xəyalını quraq. Onun üçün deməli baş optik oxa paralel şüalar göndərdik. Şüalar düşəndən sonra baş optik oxa paralel düşən şüa qayıtdıqdan sonra onun uzantısı F nöqtəsindən keçəcək. Uzantısı F-dən keçir. Uzantısı F-dən keçir. İkinci şüamız isə qütb nöqtəsinə düşür. Simetrik olaraq geri qayıdır. İkinci şüamız da budur. Və bu şüaların uzantılarının kəsişdiyi nöqtədə cismin, yəni AB cisminin xəyalı alınır. Xəyal gördüyünüz kimi düzünə kiçildilmiş və mövhumi alınır. Buraya yazaq cisim. Bu da onun xəyalı. Bu da qütb nöqtəmizdir. Qeyd göstərirəm. Deməli, cisim çökük güzgünün fokus nöqtəsinə yaxınlaşdıqca xəyal güzgüdən uzaqlaşacaq və ölçüsü böyüyəcək. Yox, əgər cisim qabarıq güzgüyə yaxınlaşdırırıqsa, bu zaman cisim güzgüyə yaxınlaşır. Yaxınlaşdıqda cisim güzgüyə yaxınlaşaraq xəyalı böyüyəcək, ölçüsü böyüyəcək. Deməli, bu qaydaları qeyd elədim. Deməli, cisim çökük güzgünün fokus nöqtəsinə yaxınlaşdıqda xəyal güzgüdən uzaqlaşır və ölçüsü böyür. Qabarıq güzgüyə yaxınlaşdıqda xəyal güzgüyə yaxınlaşır və ölçüsü böyür. Həqiqətən də baxın, deməli A', B' yazar burada biz. Bu da A', B'. Cisim buradadır, yerləşib bu məsafədə. Qütb nöqtəsinə bu məsafədə yerləşib. Sonra həmin cismi qütb nöqtəsinə doğru yaxınlaşdırıram, yəni güzgüyə tərəf yaxınlaşdırıram. Qabarıq güzgüdə də gördüyünüz kimi qabarıq güzgüyə yaxınlaşdıran zaman görürəm ki, cismin əvvəlcə xəyalı harda alınmışdı? Bax burada, bu nöqtədə və bu ölçüdə alınmışdı. Amma bu yaxınlaşdıqca cisim, deməli qabarıq güzgüyə yaxınlaşdıqca onun xəyalı da güzgüyə yaxınlaşır və böyüyür. Biraz böyümüş şəkildə görünür. Deməli belə, bu qədər. Qabarıq güzgüdə, çökük sferik güzgüdə cisimlərin xəyalını qurduq, şüaların yollarını göstərdik.